Əziz dostlar, hörmətli məntiq izləyicilərimiz, hər birinizi salamlayıram. Bugün mən sizə şifrələr barəsində məlumat verəcəm və şifrələrin ən asan yolunu sizlərə göstərəcəm. Baxaq diqqətlə. Burada kitab sözü 1, 9, 2, 3, 6 rəqəmləri ilə şifrələnibdir. Bu deməkdir ki, baxın, asan olması üçün siz istəsəz 1, 9, 2, 3, 6-nı bunun üzərinə yerləşdirin. K 1-dir, I 9-dur, T 2-dir, A 3-dür, B 6-dır. Günəş sözü bu simvollarla şifrələnib, ürək sözü bu simvollarla şifrələnib, bəşər sözünü soruşur. Baxaq birinci B hərfinə. Burada B hərfində kitabda sonuncu nədir? 6. Yəni, biz bura yazırıq 6. 6. Əyə baxaq. Ü-rü-ə ki, burada ü-rü-ə. Bura yazırıq ə hərfinə, belə bir yumru, içində də er. Ş hərfində sonuncu, belə bir y-dim bir şeydir, belə. Ə hərfi göründüyü kimi bu şəkildə, er hərfi də ki, ü-rü. Burada yazılır 4. Deməli 6, er, belə bir işarə, belə. Düzgün variant D variantı. Onu da qeyd eləmək istəyirəm ki, əgər buradakılardan hansısa burada yoxdursa, bu şifrələrin heç birini yaza bilməzsiniz. Baxarsınız ki, yəni burada olmayan nədirsə onu seçməlisiniz. Diqqətiniz üçün təşəkkür edirəm.